Nəhayət həyətimizə yeni toyuqlar almağa gedirik. Qarabağdan hamınıza salamlar. Bilirsiniz ki, biz yeni köçəndə Avstralop cinsi 2 toyuq və 1 xoruz hədiyyə etmişdi dostlarımız bizə. 3 ay sonra xoruzum xəstələndi və öldü. Çox üzülmüşdüm onun ölümünə, amma toyuqlar üçün də xoruz almaq lazım idi. 2-3 həftə gözlədik ki, digərlərinin tam sağaldığına da əmin olaq. Elə bu vaxtda da bizə bir lal ördək hədiyyə etdilər. Artıq lal ördəyə də bir xoruz almaq lazım idi. Sənanın istirahət günündə yollandıq Beyləqana, oradakı Xocavənd qəsəbəsinə, yoldaşımın bibisi gilə. Elə yaxınlıqda bir ferma var idi. Bizi apardılar ora. Biraz da bəzəsək, əsl Kanadadakı çiftliklərə oxşayardı. Çoxlu inəklər, toyuqlar, qaz, ördək hamısı var idi. Məncə uşaqlığını kənddə keçirən hər kəsin qazlarla bağlı travmaları var. Bu ördək gölündən də balacasını yaratmaq lazımdı bizim həyətdə. Elə şirin-şirin üzürdülər ki, fermada ancaq bir növ toyuq var idi. Adını dedilər, mənim yadımdan çıxdı, amma möhkəm toyuq sortudur dedilər. 4 aylıq 10 toyuq, 2 xoruz aldıq oradan, bir də lav ördək xoruzu. Düzdür, 2 saatlıq yolda yazıqlar əziyyət çəkdilər xeyli, amma gələn dəfə gedəndə daha böyük karabka aparacağıq. Bu dəfə biraz xamlıq elədik. Əvvəlcə balaca yerdə saxlamağı düşünmüşdük, sonra dedik hazır bura var. Biraz əl gəzdirsək, lap əla yer olacaq. Bir problemimiz odur ki, ora gedən yol hazırda dəhşət otdur. Sularını, yeməklərini yanına qoyduq ki, öyrəşsinlər biraz. Dedilər 2-3 gün oradan çıxartmayın. Videonu bəyənin ki, Sənanın çəkdiyi bu əziyyətlər yerdə qalmasın. Havalar da biraz düzələn kimi ot biçmə videosu gələcək.